Bu sadə bir sualdır. Dünya Ticarət Mərkəzinin yaxınlığında müsəlmanların ibadət edəcəyi 13 mərtəbəli bir İslam mərkəzinin yaradılması nə dərəcədə məqsədə uyğundur? Mərkəzi tikmək istəyən qrupun Ground Zero'dan görünməyən və özünə məxsus ərazidə bu layihəni həyata keçirmək hüququ var. Bu fakt isə həmin layihəyə qarşı müxalifətin getdikcə güclənməsinin qarşısını ala bilmir. Pamela Giller Amerikanın İslamlaşmasını dayandırın qrupuna başçılıq edir. Bu qrup Manhattan'da planlaşdırılan layihənin əleyhinə çıxış edir. Biz Ground Zero'nun müharibə memorialı olduğunu düşünürük. Burada minlərlə insan yerin altında qalıb və burada məscid tikilməsi fikri təhqirdir, deyə Pamela Giller bildirir. Məscidin tikilməsi ideyası hələ 1983-cü ildə irəli sürülmüşdü və İmam Feysəl Əbdülrauf o vaxtdan bu təşəbbüsə rəhbərlik edir. Keçən ay icma qarşısında o belə bir mərkəzin qapılarının yalnız müsəlman üçün deyil, hamı üçün açıq olacağını dedi. Biz də uşaqlarını sevgi ilə böyütmək istəyən, bundan daha böyük arzuları olmayan ata-analarıq. Verdiyi bir müsahibədə imam mərkəzin əsas olaraq məscid kimi nəzərdə tutulmayacağını bildirib. Orada təhsil və dinlər arası proqram olacaq. Bəli, bizim dua etmək üçün yerlərimiz də olacaq. Çünki biz gündə 5 dəfə ibadət edirik. Lakin orada icmanın ehtiyaclarına cavab verəcək sayda mədəni fəaliyyətlər də olacaq. İmam müsəlmanları terror simpatiyası ilə yanaşdıqlarını deyən oponentlərin belə bir ideyanı İslamofobiya adlandırdıqlarını deyir. Bu yaxınlarda keçirilən rəy sorğularının nəticələrinə görə New Yorkluların yarısından çoxu həmin yerdə İslam mərkəzinin tikilməsinin əleyhinədir. Tarixi obyektlərin mühafizəsi komissiyasının dinləmələrində də layihənin əleyhinə mövqeylər səsləndirilib. New York ştatına qubernator vəzifəsinə namizədliyini irəli sürən respublikaçı konqresmen Rick Lazio belə bir layihənin əleyhinə olan siyasətçilərdəndir. Konqresmen İmam Raufun belə bir fikri rədd etməsinə baxmayaraq, onun İslamçı ekstremistlərlə əlaqəsi olduğunu deyir. Komissiya bir neçə həftə ərzində qərar qəbul etməlidir. Əgər bu binanın yerində qalmasına razılıq verilsə belə, onun görünüşü dəyişməlidir. Lakin görünüşün dəyişməsi belə oponentlərin fikrini dəyişmir. Şəhər sakini bunu təhqir hesab edir və binanın şəhərin başqa yerində tikilməli olduğunu deyir. Vaşinqtondan Nərminə Calalqızı, Amerikanın səsi.